Gəlinin başına düyü səpirik duvaqda. Bunun əsli belə deyil. Bunların hamısını biz düşündük, biz. Bir qızın atası evindəki sonuncu gecənin necə olmasını Nazilə özünə götürdü. Çox ailələr xına yaxını məsrəf bilirlər ki, artıq xərcdir, artıq zaman itkisidir. Buna baxışınız necədir? Nişan yersiz bir adətdir. Məncə. Səbəbi nədir? Əgər bu nişan doğruçudursa, bu üzük doğrudursa, bəs nə üçün onda biz nişanlı cütlüyün əlindən üzüyünü alırıq, zaksda təzdən yerinə qoyuruq və təzdən dedik üzüklərinizi dəyişin. Bunu 7 ayda taxır da bu qız. Niyə ailə və toy ideyası? Hardan yarandı? Bizim üçün ailə dediyimiz mövzu bir dövlət qurmaq kimi bir məsələdir. Onun hər anı, hər nüansı bizim üçün belə deyək, həyati məsələlərdir. Bəli. Biz başqa xalqlar kimi toy məsələsini yalnız bir nikahla geçişdirə bilmirik. Bugünkü gənclərə siz nə məsləhət verərdiniz? Bugünkü sərgi nə? Onlar nə özlərinə götürsünlər? Avropada cehizlik anlayışı yoxdur. Avropada qaynana məsələsi yoxdur. Yəni bizim toyla bağlı spesifik toxuna bilib də uzun-uzun müzakirə edəcəyimiz çox məsələmiz var. Salam, bugünkü Ava Story podkastı növbəti çəkilişini edirik. Biz bu günlərin fərqli üslubda, fərqli məkanda çəkiliş edirik. Bakı Azərbaycan Expo mərkəzində bugün Azərbaycanda və Qafqazda ilk ailə və toy sərgisi keçirilir. Nazilə Səfərli bizimlə bir yerdədir bugündən. Xoş gördük. Xoş gördük. Sizə dəyərli vaxtınızı ayırdığınıza görə sizə təşəkkür edirəm. Mənə xoşdur. Mənim üçün çox maraqlıdır Nazilə xanım. Bugünkü sərgi haqqında sizin fikirləriniz, birinci növbədə qısa fikirlərinizi bildirdiniz. Qafqazda Azərbaycanda ilk ailə və toy sərgisi keçirilir. Bununla bağlı qısa fikirlərinizi bildirərdiniz. Təşəkkür edirəm dəvətiniz üçün. Baxmayaraq ki, birinci sərgidir, amma qüsursuz təşkil olunub. Bu çox önəmlidir. Yəni, ən xırda detalı belə yaddan çıxarmayıblar. O səbəbdən də hamımız komfort içindəyik. Yerlərimizin bölünməsi, qonşularımızın düzgün təminatı, bunlar çox vacibdir. Bir də ki, ziyarətçilər bizi çox qane edir. Yəni sırf mənim stendimə yaxınlaşıb və mənə deyirlər ki, biz sizə görə gəlmişik. Uşağımızın toyudur. Bəli. Onu danışmağa gəlmişik. Bu mənə bəli, Bugünkü mənə gündə onu da sizə bildirirlərsə bu çox gözəl. hətta beh almışam bugün. Ay, gözəl. Yəni belə bir şeylər, belə bir hallar bizi xoşbəxt edir. İnşallah ki, tək ki insanlar bizə müraciət eləsin. Tək ki hamının işi bizə düşsün. Toy insanına düşsün. Bu bizi çox xoşbəxt edir. Çox gözəl. Nazilə xanım, mənim üçün çox maraqlıdır və mən sizin təşkil etdiyiniz xına tədbirində iştirak etmişəm. 4-5 il bundan öncə idi. Bir nüans mənim üçün çox maraqlıdır ki, siz orada şeirlə, xanımın qarşısında şeir deyirdiniz. Bu bizim şeir, dualarımız, adət-ənənələrimiz keçmişdən gələn bir adət-ənənələrimiz və siz bunu qoruyub saxlamanız bu çox gözəl, müsbət bir şeydir. Yəni yeniliklər edirsiniz, amma köhnə adət-ənənələrinizi də unutmursunuz. Bəli. Niyə məhz xına yaxdı? Yəni bir yaradıcı xanım olaraq sizi tanımayan bir insan yoxdur. Mənim üçün çox xoşdur həqiqətən sizlə çəkiş et və bugün niyə xına yaxdı mərasimləri siz böyük təşkil edirsiniz? Yəni buradan sizin özünüzün sizə pozitiv olan nə keçir burada? Mən xatırlayıram, mən özüm kövrəlmişdim. Çox yaxın bir tədbir idi. Yəni ilk dəfə, yəni çox təntənəli bir tədbir keçirmişdim. Yəni niyə məhz xına yaxdı? Belə izah edeyim ki, mən 2004-cü ildən toylar aparıcısı olmuşam. Və Son illərdə son 2009-10-cu ildən sonra mənim bir qəribə həyatımda dönüş baş verdi. ATV telekanalının aparıcısı Zaur Baxşəliyev günün birində mənə dedi ki, yax kimi verilişi çəkirdilər o vaxt, layihə vardı. Sən Gürcüstana bugün gəlmə, sabah gəl, məsələn birisi gün gəl, amma orada yetim oğlanla qızın toyu olacaq, onun xınasını elə. Və mən ilk dəfə ona sual verdim, xına nədir? Dedi, necə sənə xına yaxılmayıb? Dedim, yaxılıb. Toyun axırında xına oynayıb, hamı barmağını batırıb, 1 manat, 5 manat pulunu atıb gedib. Başqa heç nə. Və mənə sual verdim. Dedi ki, toyu necə aparırsan? Dedim, toyu çox gözəl. Dedi, toyu biraz yığışdır olacaq xına. Mənə ipucu verdi öz aləmində. Mən dedim ki, yox, bu belə olmaz. Çünki mən maksimalistəm. Mən heç bir şeyi əlimə aldırsa urvatsız eləyə bilmərəm. Mən onu gözəl eləməliyəm. Yığdım bir folklorşünas alimi, Mina xanım Təkiləli. Ona telefonda sual verdim. Mina xanım, xına nədir? Düstur almaq niyyətim vardı. Düsturu versə qalanı düzələcək.
Dedi, xına bütün qızların atası evindəki sonuncu ziyafətdir. Atası evindəki sonuncu gün kövrək olmalıdır. Oturdum fikirləşdim. Ziyafətdirsə burada yemək içmək var, təntənə var və xatırlayırsınızsa qabaq xonça toya gələrdi. İndi niyə xınaya gəlir? Çünki onu biz etdik. Qabaq kəlağayı yaddan çıxmışdı. Allah köməyi olsun Əminə xanımın, Azərbaycan kəlağayısı. Mənə hər dəfə 8 qız və mən, bir də gəlin, hər xınada neçə aylar 10 kəlağayı göndərirdi, rəngarəng. Ki bu kəlağayını dəbə salmaq lazımdır. Və mən kəlağayı haqqında oturdum, bütün hər şeyi oxudum və düşündüm ki, ondan öyrəndim ki, hər qızın sandığında hər qadının 7 kəlağayısı olmalıdır, 7 hadisə üçün. Toy üçün, nişan üçün, hətta yas üçün. Qara kəlağayı görmüsünüz. Hətta yas üçün. Orta yaş kəlağayı, o ahıl yaş kəlağayı hamısı var. Və onu öyrəndim ki, ən bahalı kəlağayı soğanlı rəngdə olan imiş. Yəni bunları mənə işim öyrətdi. Və bir də baxdım ki, kəlağaysız gəlin yoxdur. Sonra dedilər, müştəri mənimlə görüşə gəlir axı. Bəs necə eləyə bilər? Dedim, xınaya xonça gətirməlisiniz. Belə-belə fikirləşdilər ki, 3 xonçadansa hamısını bura gətirək. Birinin ikisini paylaşdıq, o birilər də ona baxdı, etdi. Necə ki, deyirlər, xalq mahnısı, xalq yığılıb mahnı yazmır ki. Bir nəfər yazır, davam etdirir, əldən ələ düşür belə. Hamı ideyalı olacaq deyə bir şey yoxdur. Bir ideyadan yayınlanır. Sonra gəlinin başına düyü səpirik duvaqda. Bunun əsli belə deyil. Qabaq gəlin gəlirdi qapıya, qapıda torpaq idi. Heç kimin asfaltı yox idi. Düyünü səpirdin ki, cücərsin, qalxsın. Baxdım, gördüm ki, bu adəti tökürlər asfaltın üstə ayaq altda əzilir. Dedim, yox, bu belə olmaz. Mənim bacım Fazilə baş şahiddir. Biz bərabər onunla başlamışıq, bacım Fazilə ilə. Dedik, gəlin bunu bu cür edək. Bunu da başqa formaya yönəldək. Duvağı tutduq qızlarla, düyünü səpdik və həmin düyünü oğlan evinə göndərdik ki, qız evi sizə gələndə həftə hamamında bu düyünü, qız evinin düyüsünü öz qazanınızda qaynadın ki, qaynayıb qarışasınız. Öz aşınıza qatın. Ona ayrı don geyindirdik. Bunların hamısını deyirəm və yəni sözümün əriyəm də, yəni biləsiniz. Bunların hamısını biz düşündük, biz. Bir qızın atası evindəki sonuncu gecənin necə olmasını Nazilə özünə götürdü. Məsələn, mən atam evində sonuncu gecəmi necə istəyərəm. Və oradan senari yazdım. Sonra axı toyda bahalı, mən toyda, baxın, 2007-2008-ci ildə mənim toy qiymətim 1500 AZN idi. Yəni mən bahalı aparıcı idim. Və birdən-birə xına yaxtıya düşəndə gördüm ki, mənə 600 manatdan yuxarı heç kim pul vermir. Mən zəng vurdum Zaura. Dedim, məni nə işə saldın sən? Mən qalmışam qadınların əlində. Bu da gülür, qəşş edir. Sonra dedim, yox, bu belə olmaz. Bu işi düzəltmək lazımdır. Necə oturduq o işin üzərində işlədiksə, bir də baxdıq. Xına gəlib çıxıb 5 ulduz otelə. Xına gəlib çıxıb böyük saraylara. Və mənim arxamca qoşun gəlir. Mənə bənzər, mənim saxtam, mənim Çin istehsalım, hamısı var. Xına bazarında hər cür insan var. Amma hamısında, bütün Azərbaycanın toy bazarında vergülün belə olsa var. Hərədə bir payım var. Hamısının da halal xoş olsun. Hə, mütləq. İmza mənimdir. Yəni, deyim ki, biləsiniz ki, elə xarışdalar var ki, biz onu Fazilə bacımla bərabər yazmışıq. O da yazıb, mən də yazmışam. Amma o özünü o sahədə tanıtmayıb deyə, heç kəs bilməyib deyə. Məsələn, əzizinəm, ya Tanrı, ya Peyğəmbər, ya Tanrı, xoşun gəlir, bərdur, xoşun gəlmir, ya Tanrı. Sonra o Tanrı məni quş elə, o məşhur oldu, bayatı, hə. Qanadımı gümüş elə, dar yolda, dar küçədə, yarı mənə tuş elə. Bunların hamısı Fazilə yazıb, bacım Fazilə. Və biz beləliklə ailə olaraq. Qadına dəstək, iki bacı bir-birinə dəstək olaraq. Sonra nə etdim? Sonra o birisi 2 bacı, biz 5 bacıyıq. O birisi 2 bacımı dəvət etdim, göndərdim, master class aldılar naxış çəkməyə. Sonra
Qardaşımı özümə sürücü götürdüm xına dekorları daşımağa və biz bunu ailə biznesinə bəli, biz ailə olaraq çalışdıq. İnanıram ki, xına naxış olacaq. Bəli, birazdan bəli, Biz onu bəli. gözləyirəm. Mən səhər Buyurun, gəlin. Biz onu gözləyirik. Digər xan çünki Yəqin bir saat sonra yaxınlaşarsınız. Zaten biz buradayıq, yaxınlaşacağıq Bəli. həqiqətən. Əsas burada önəmli olan ki, qadının yaradıcısı, siz yaradıcı qadınsınız və bir çox gözəl Təşəkkür. vurguladınız ki, düstur. Hər bir işin düsturunu, siz o Bəli. düsturu öyrəndiniz Bəli. və öz naxışınızı bugün Bəli. sosial şəbəkədə və toy cəmiyyətində bu cür gözəl sərgidə öz naxışınızı artıq qeyd etmisiniz. Çox sağ olun, çox minnətdaram və bu gün də sərgidə baxdım ki, mənə başqa bir xınaçı görmədim buradakı. Biz də gəzik, Ha? biz də görmədik. Yəni Biz görmədik. bunun bir yönü pisdir ki, rəqabət olmadı. Baxardıq o necədir, biz necəyik. Düzdür. Hə, bu yaxşı olardı. Məncə də. Ha, amma bir yanda xoşuma gəldi ki, demək özünü bizə rəqib görməkdən çəkinənlər oldu, gəlmədilər. də, Çünki ola bilməz ki, bizim dəyərli dostumuz İlham bəy ola bilməz ki, məndən başqa xınaçı dəvət eləməsin. Demək ki, burada rəqabətə girmək istəməyən oldu. Düşüncə. Hə, bu mənim xoşuma Ne gəldi. güzel. Sonda sizin vaxtınızı almadan bir sual da vermək istəyirəm ki, Nazirə xanım, çox ailələr xına yaxını məsrəf bilirlər ki, artıq xərcdir, artıq zaman itkisidir. Buna baxışınız necədir? Mən öz adımda, mən artıq 13 ildir ailəli bir xanımam və mənim də çox gözəl xına yaxınım olubdur və mənim də xına yaxın ərsəyə gəlməndə qaynanamın çox böyük rolu olur. Hər şey daha özənə, hər şey gözəlliklə həll ediblər. Mən ən sevdim, toydan çox xınanı daha çox sevmişdim. Mənim üçün, yəni siz nə düşünürsünüz? Ailələr xına yaxlıya artıq xərcdir, artıq zaman itkisidir. Buna baxış necədir? Toyun artıq xərclərini öncə söyləyim. Birinci qadınlar gəlir, ağız arayır. Ağız aramaq. Qadın qadınla söhbət edir. Sonra qadın ərinə xəbər verir, qapıya elçi gəlib. O müddətdə yemək içmək yoxdur. Biz amma peşmandır bir qadın oğlu üçün qız axtarsın. Qadın qapıdan içəri girəndə görür ki, buradan önə stol açılıbdır. Bu adət, bu israfdır. İsrafları sayıram. O qapıya o qadınlar 2 dəfədə, 3 dəfədə, 5 dəfədə gələ bilər. İndiki qızlar qapıya gəlməmişdən çöldən bacadan həri alırlar deyə çox rahatdır bunlar. Amma qədimdə qızın qapısı o qədər döyülərdi ki, bu izlər o qapıda qalardı. Elə olmalıydı, qız ağır olmalıdır. Gəlib gedərdi. Bəli. Yaxşı, birinci qadın gəldi, yemədim. İkinci dəfə gəldi, yenə yemədi. Su da içmirlər. Deyirlər ki, çay gətirək, deyirlər şirindirsə gətir. Yəni qızı verirsənsə çay gətir. O da deyir, mən ərimdən soruşmalıyam. Yaxşı, getdi. Üçüncü dəfə gəlirlər, artıq kişilər gələndə yenə qadınlar qabaqçıdan xəbər göndərir. Bizim kişilər gəlir. Əgər kişilər gələndə bu ev məşvərət eləyib, qızlarını o oğlana yaraşdırıblarsa, artıq bunlar şirin çayını hazırlayırlar. Şirin çayın da masasında bir qəddir, Bəli. bir də baldır. Bal. Başqa heç nə olmur. Biz nə edirik şirin çay içəndə? Buradan o yana 7 restoran bağlayırıq. Düzdür? Bəli. Bu da israfdır. Mən israfları sayıram və xahiş edirəm bunu düzgün yayın. Bu vacib xəbərlərdir. Yaxşı, bu dəfə də gəldi şirin çay içməyə. Deyir ki, ataya soruşurlar ki, oğlunuzu, qızımıza istəyirik. Qədimdə belə idi. Qədimdə deyirdilər ki, qədimdə oğlanın və qızın dayıları vəkil olurdu. Kəfil olurdular. Gəlib deyirdi ki, biz filankəs bəyin, filankəs nəslinin oğluna malımız bu, devlətimiz bu, atımız bu, dəbəmiz bu, elmimiz bu, kamalımız bu. Təqdimat verirdilər ki, onu dayı edirdi, dayım. Biz bu səviyyədə, nə bilim, ola bilər, oğlum çobandır, oğlum ustadır, oğlum bənnadır, vəzifə. Hətta aylıq gəlirini neçə sikkə ilə, neçə tümənlə hesablayıb məruzə edirdilər ki, qızınızı bu şəraitdə evə istəyirik. O deyirlər ki, var dövlətin dalınca qaçma, elə bir şey yoxdur. Qız getdiyi evdən komfortu bizim bu dədə-babamızdan qalıb. O tərəfdən də qız evinin vəkili, dayısı qalxır deyir ki, biz filankəs nəslindəndik, qapımıza xoş gəlmisiniz. Atasına soruşar, görək verirmi? Atası da hə də deyənməzdi, yox da deyənməzdi. Yox idisə sözü deyərdi, biraz düşünməyə ehtiyacımız var, biraz da məşvərət edək. Hə idisə sadəcə deyərdi,
Ay qız, çay gətir. Ne güzel. Aynen. Bəs eləyirdi bu söz. Və normalda etiketdə çayı qarışdıranda səs eləmək olmaz da bilirsiniz. Amma orada məhz o stəkan cingildəməli idi. O səs idi. O bir zınqrov səsi idi ki, bu evdə şirin çay içilir. Başa düşürsün, adətin gözəlliyinə bax. Əlbəttə. Şirin çayla balı qatdılar, ya şəkər qatdılar, işlər getdilər. İsraf yoxdur ki burada. Yoxdur. Sadece çay ve Sonra nə olur? Yaxşı, burada indi mən qız vermişəm, şirin çay içdirmişəm də. Növbəti dəfə gətirib bir tək qaş üzüyüb bağlayırlar hər halda. Hərini bu kişi verib də. Bir kişi 100 dəfə hə deyir. Bir dəfə deyir şirin çay gətir. Sən də oradan buxçanı çıxart, kəlağayını götür. Üzüyümü təxtirin ad oldu. Burada bağlanmalıdır mövzu. Şirin çayla kəlağay və üzük bağlanmalıdır. Biz nə edirik? Növbəti dəfə bu kişi elə bir tutuquşudur. Bu kişi növbəti dəfə çıxmalıdır, masa açmalıdır. Bu dəfə də 50 nəfər, 30 nəfər deyib 50 nəfər gəlir ömrü boyu oğlan evdə. dekor, dizayn, Hə. bəzək. Dekor, dizayn da ağlınıza gələn, gəlməyən bahalı paltar, nə bilim, nə. Vəssalam. Bu da oldu mu israf? Görün mən nə bu da israf saymışam xınaya qədər. Gəldik nişana. Hə? Nişan yer tutulur. yersiz bir adətdir. Bence. Səbəbi nədir? Əgər bu nişan doğruçudursa, bu üzük doğrudursa, bəs nə üçün onda biz nişanlı cütlüyün əlindən üzüyünü alırıq, zaksda təzədən yerinə qoyuruq və təzədən dedik üzüklərinizi dəyişin. Bunu 7 ayda taxır da bu qız. Saxta. Çok güzel. Məntiqsiz adətlərimizi çıxardın sıradan. Danışdıqca mən özüm çox analiz edim. Həqiqətən doğru söylüyorsun. Nə əlaqə? Hə, bu səfər də yığılırlar yenə 30 nəfər söz verən oğlan evi 70 nəfərlə gəlir xınaya. Qeybətçil xalalar, sözbaz bibilər, eltilər, qayınarvadları hamı yığıldı gəldi. O qız evinə baxır, gözünü süzdürür. Bu oğlan evinə baxır, gözünü süzdürür. Gəlinin də nişan paltarının hamıya aid deyil, çoxsu yarısı yoxdur. Yarısı yoxdur. Bu da olub hələ bu arxa atlanmayıb. Bu artıq soyunub. Bunu ərdən başqa hamı görüb. Gəldi bu üzüyü də taxdılar. Bir qoşunda xonça gəldi. Düzdür? Bəli. Hə. Yaxşı, nişanda mənə gələn xonçanın ikisi şəkərbura paxlava olsun. İkisi də badamburan o pesoqlu şaftaldan olsun. Xülasə, qalanı paltardır. Bu paltarı mənə nişanlı vaxtı geyinməyə qoymursunuz. Çünki toydan sonra giyin. Bu mənim evimdə nə gəzir? Bu niyə mənim evimdə 6 ay durmalıdır, 7 ay durmalıdır? Həqiqətən. Mən bunu niyə gətirmişəm? Mən buna tamarzı qalacam, baxacam. Mən də ərə gedəndə bunun dəbi dəyişəcək. Güzel oldular. Bunu mənə niyə gətirmisiniz? Ona görə deyirəm ki, bura qədər saydığım israflardan sonra nişanı da ləğv edin, xonçanı da xınaya gətirin. Xına da toydan ən sonuncu adətdir. Buradan sonra toya keçirsən, paltar da dəbli qalır. Üzüyünüz də saxta olmur. Nigahda taxırsınız, bir dəfə taxırsınız bu üzüyü, 100 dəfə bunu çıxartmırsınız. Bu üzüyü bu barmağa girdisə, bu orada qalmalıdır. Da bu oyuncaq deyil, bu nişandır. Nişan. Və o hər üzüyü var ha, hər üzüyü. O elə onsuz da nişandır da. Ay sağ ol. En güzel Niyə oldu. onda sual verərsən ki, niyə oğlanımızda yoxdur onda bu? Çünki keçmişdə heç bir qız, heç bir qızın atası, heç kimin oğluna müştəri gözündən baxmayıb. Həmişə qızlar olubdu nişangah. Nişangah. Ona görə qızı bəndləyiblər ki, oğlan azad, onu onsuz da heç bir qadın, heç bir ev özünə sığışdırıb deməz ki, filan kəsin oğlu, gəl mənim qızımı al. Düzdür? O səbəbdən oğlana hər üzüyü taxılmır. Hə. Bundan artıq nə verim? Dolğun və bahalı məlumatlarımın hamısını çatdırdım. Həqiqətən çox Allah gözəl. mübarək eləsin. Amin. Allah hər kəsi xoşbəxt etsin. Bütün gənclər. Çox sağ olun. Gözəl izah elədiniz. Xırdaladınız, Hə. izah eləmədiniz. İndi başa düşdünüz, xına israf deyil. Xınaya qədər etdiklərinizin hamısı israf idi. Bence de. Ben size teşekkür ederim. Sağ olun. Çok sağ olun. Bu ses, zaman, sergi, yani bu zamanı bize ayırdığınız için Çok ben size sağ olun. çok teşekkür ederim. Çok sağ hoş olun. oldu. Sizi kimi yaradıcı, sizi kimi zərif, sizi kimi içi dışı bir olan xanımlar çəkiliş etmək biz için Çox sağ olun. Bunu hamı görə bilmir, siz görmüsünüz. Çox sağ olun. Və bir adəti unutdum, onu deyim. Keçmişdə qız uşaqlarına toy etməzdilər. Toy olmazdı qız uşaqlarının. Onların yalnız xına gecəsi olardı. Və xına gecəsindən sonra gəlinin qaşları alındığına görə qabaq qızla gəlinin fərqi qaşlarındaydı.
qızla gəlinin qaşının fərqi olduğunu qeyd eləyəndən sonra deyim ki, bu qaş alınandan sonra bütün gəlinlər atalarından, qardaşlarından utanardılar. Həya edərdilər. O səbəbdən də əlləri, telləri, ayaqları gəlinin xınalanardı. Xınası tam tutandan sonra yuyulardı. Sonra qaşları alınardı və o gəlin sabaha qədər otaqdan bayıra çıxmazdı ki, atası görər birdən. Hətta elə şərait yaradardı ki, ata bunu görməsin. Sabah da gəlin o başdan gəlin köçürdü. Axşam yox. Yuxudan oyananda qızlar. O vaxtı belə sürməli qızlar yox idi axı ki, getsin salonlarda 7 saat gözləsin ki, mən çirkin qızım gözəl ol. Belə bir şey yox idi. O vaxtı gəlin oyanırdı, onun ən böyük gözəlliyi İsməti idi. Onu aparıb gedirdi ər evinə və o vacib idi. Ondan onu soruşurdular. Ona demirdilər, üzün niyə çirkindir, burnun niyə uzundur, dodağın niyə balacadır. Bunları sual vermirdilər. Və səhər-səhər oğlan evindən qız evinin qapısına aşıqlar gələrdi. Aşıqlar ümumi musiqi anlamında. Burada bütün alətlər ola bilər. Tar da ola bilər, kaman da, davul da, zurna da. Aşıqlar ümumi. Gələrdi, dans sazı çalınardı qız evinin qapısında. Dans sazından sonra gəlinlərini çıxardardılar çölə, ata mindirərdilər, başı duvaqlı. Gəlin olardı, gəlin atlandı, getdi. Toy oğlan evində olardı. Bəli. Görün nə bu israf eləmişsiniz. Mən görün burada bir dənə yanlış danışmışamsa altından qeyd eləyin. Görün mən yanlışı harda buraxmışam. Biz sizə təşəkkür edirik. Mən sizə. Bizim için çox xoş oldu. Bugün növbəti podkastımızın sonuna gəldik. Bugün çox gözəl çəkilişimiz oldu. Nazirə Səfərli ilə bir yerdə kiçik də olsa Nazirə Səfərlinin öz hekayəsini dinlədik və xına mərasimindən, ailə və toy sərgisindən danışdıq. Növbəti qonağımız Paşa Eventin rəhbəri, bugünkü keçirilən Azərbaycanda və Qafqazda keçirilən ailə və toy sərgisinin layihə rəhbəri Elxan Paşayevdir. Təşəkkür edirəm sizə. Bizə kiçik zaman ayırdınız için biz için çok değerlidir. Həqiqətən sizinlə bu gündəm çəkilişi etmək. Elxan bəy, mənim ilk sualım sizə, niyə ailə və toy ideyası, hardan yarandı? İlk öncə təşəkkürümü bildirirəm sizə, bütün ekibinizə. Çox sağ olun ki, siz bizə zaman ayırmışsınız. Siz bizim bu mövzularımızı şərh etmək istəyirsiniz, işıqlandırmaq istəyirsiniz. Bu bizim üçün ən böyük önəm, ən böyük dəstəkdir. Öncelikle bunu vurğulayım. Niyə məhz ailə və toy sərgisi? Biz Türk kökənli və belə də öz adət-ənənələrinə sadiq qaldıq. Bəli. Bizim üçün ailə dediyimiz mövzu bir dövlət qurmaq kimi bir məsələdir. Onun hər anı, hər nüansı bizim üçün belə də həyati məsələlərdir. Bəli. Biz başqa xalqlar kimi toy məsələsini yalnız bir nikahla geçişdirə bilmirik. Bəli, dəbdəbəni sevirik. Bəli, dəbdəbə bizdə, bizim canımızdadır. Bəli. Amma bu dəbdəbə bizdə hər şey bizim milli adət-ənənələrimizlə birləşəndə çox gözəl bir görüntü çıxır ortaya. Biz belə deyək də müasirləşən dönəmdə bütün gənclərimizə bizim öz mədəni irsimizi unutmadan, onu yaşadıb da növbəti nəsillərə ötürmək şərti ilə əlbəttə ki, hər kəs öz müasir tələblərə və öz zövqünə uyğun toylarının təşkili və ailə qurmaqla bağlı lazım bütün nüansların həyata keçirilməsi məsələdə biz o mövzu yardımcı. Ne güzel. Biz ortaq böyük bir layihə etdik, hansı ki biz istəyirik ki, evlənəcək cütlük və ya hansı bir ailənin, Azərbaycan ailəsinin istənilən bir fərdi bura daxil olduğunda günlük həyatda istifadə edəcəyi nə qədər xidmət sektor şəbəkə varsa, o onu gəlsin bizdə burada kəşf etsin. Çok güzel bir ideyadır. Bu bizim Azərbaycanda yox idi belə bir layihə. Bu layihənin ərsəyə gəlməsi çox gözəl bir şeydir həqiqətən. Və ailə dedikdə siz çox gözəl vurguladınız. Ailə bir komandadır da. Yəni bəli. komanda şəklində olur. Burada həm sevgi var, həm də ki birlik deməkdir. Bugünkü gənclərə, yəni siz nə məsləhət verərdiniz? Bugünkü sərgi nə? Onlar nə özlərinə götürsünlər? İdeyaları nə olsunlar? Belə bir şey deyim, bu sərgi inşallah mənə də bir düşərliyi olar, çünki mən də hələ subayam. Bəli. Amma buradan bütün subaylara səslənmək istəyirəm hansı anlamda? Doğrudan insanın özündən, öz qanından, öz canından bir ailəsinin, bir övladının olması, bu hissləri yaşaması, Bəli. bunlar üçün Türklər demiş uğraşması, məşğul olması bu çox gözəl bir şeydir. Bəli, ailə əmək sərf edir. Bəli, əlbəttə ki. Dediyim kimi ailəyə dövlət qurmaq kimi bir məsələdir. Bu deyir sadəcə bir deyim deyil. Bunun reallıqla hər nüansı çox bir əlaqəsi var. Mən sadəcə onu demək istəyirəm ki, əlbəttə ki, ailə sevgi ilə başlamalıdır. Ailə hər zaman necə deyək, qarşılıqlı hörmətlə, sayğı ilə Anlayışla. bu cür Bəli. irəliləməlidir. Amma mən elə düşünürəm ki, məncə
davamlı və sağlam ailə üçün mən elə düşünürəm. Məncə qarşılıqlı belə deyək də hər mövzuda bir-birlərinə qarşı tolerant olsa gənclərimiz, Məncə də. belə deyək də söz azadlığı və yaxud da ki yaşama azadlığı olan məsələləri bir-birlərinə qarşı təhdid formatı kimi istifadə etməsələr, əminəm ki Bunu bacarmaq lazımdır. bəli, çünki siz sevgi hər zaman müəyyən bir belə deyək, hisslərin müəyyən bir dönəm üzrə sizə həyatınızda yaşadan bir burulğan əslində. Bəli. Amma o burulğan sinəndə sizə orada yerdə qalan o burulğandan sonra hansısa bir kül, hansısa bir medim toz, belə bir şeylər yox. Ondan sizə qalan hansısa bir izlər, hansısa bir cizgilər Yaşanmışlar. olmalıdır. Bəli. Həqiqətən. Belə bir mövzu olduğu halda mən düşünürəm ki, istənilən ailə, istənilən gənc, istənilən fərd bizim bu ənənələrimizi də yaşadar, bizim ailə dinamikimiz, statistikamız Bəli. uzun önəmli, uzun Bəli. ömürlü, qarşılıqlı hörmət Bəli. və sevgi ilə hər zaman davam edər. Çünki son- Azərbaycan deyəndə hər kəsin gözü önünə gələn tablo budur. Bəli, Başqa bir həqiqətən və bu çətin zamanlardır. Çünki bu ailəni qorumaq Bəli, bəli. son illər çox çətin bir zamanlardır və bu cür bunu gözəl ifadə etməniz, belə bir sərgini keçirməyə həqiqətən çox maraqlıdır. Sonda sizə bir sual vermək istəyirəm. Necə görürsünüz Azərbaycandan kənarda bu işi, yəni kənar ölkədə, digər Azərbaycandan kənarda bu sərgini keçirtməyi, belə böyük bir layihə etməyi düşünürsünüzmü? Siz zaten bu Əslində, sərgidən də öncə Mən belə bir şey deyim, sərginin hazırlığı dönəmi mənim 3 ildən çoxdur ki, mən bu sərgi ilə bağlı hər xırda detal, nüans, daha belə deyək 16 ölkəyə yaxın ölkə, biz onların milli adət-ənənələri, toyla bağlı olan ümumiyyətlə bu cür sərgilərin təşkili məsələlərlə bağlı olan təcrübələrini qiymətləndirmişik. Amma mən sizə bir nüans deyim. Toy yalnız bizdə maraqlıdır. bəli, Yəni bu bir reallıqdır. həqiqətən. Azərbaycanlı olmaqdan sırf bu mövzu üzərindən deyil də, əlbəttə ki, hər birimiz istənilən mövzuda belə deyək də var olduğumuz üçün, bu ölkənin vətəndaşı olduğumuz üçün qürur duyuruq. Lakin toy deyəndə bizim bir ayrıcalığımız var. Bu ayrıcalıq məsələsi odur ki, atılan hər addım bizim üçün həyati məsələdir. Çünki bütün yaşanmışlıqların bir gün ərzində o hansı kidir göstərişi ki olur. Bəli. Hər atanın, ananın arzusudur. Bəli. O deyir yığdığını əziyyətlə, belə deyək də, o hər şeyin ən yaxşısını hansı ki, hər kəs Övladı öz üçün. övladında görmək istəyir. Bununla bağlı etdiyi hər nüans, yəni hər addımımız mükəmməldir. Yəni Həqiqətən. biz xaricdə çox olduq, bəli, xaricdə əlbəttə ki, dünyanın hər yerində toy olur, hər kəs evlənir, amma heç kəsdə Bizimki kimi dəbdəbəli, misal üçün gözəl. deyək ki, bizdə həri böyük dəbdəbədir. Xına ikinci böyük dəbdəbə, nişan üçüncü böyük dəbdəbə. Bəli, bəli. Toy hazırlığı toy dördüncü böyük dəbdəbə. Bəli. Nigah mərasimi də var. Yeni trend. Bəli. Nigah mərasimi. Və Həqiqətən. hal-hazırda uşaq cinsiyyət partilərindən tutun hər Bəli, mövzu. nə gözəl. Hələ dəbdəbəli maşınlarımız bu gün bizim sərgidə çox gözəl klassik maşınlardan Bəli, bəli, müşahidə bəli. olur. Həqiqətən. Yəni deməyə çalışdığım odur ki, əslində evlilik zövqü məsələsidir. Bu mövzu müzakirəyə qapalı məsələdir. Lakin ümumən biz özümüz vətənpərvərik, biz özümüz çox qonaqpərvərik. Bəli. Biz sözün yaxşı mənasında süfrəmiz, bizim Süfrə qəlbimiz, mədəniyyətimiz, bəli, bu həqiqətən. hər zaman boldur. Çünki Bəli. biz ölkə olaraq bu cür böyümüşük. Çünki biz gözəllik Bəli, sevirik bəli, ölkə bəli. olaraq, həqiqətən. Yəni deməyə çalışdığım odur ki, xaricə gedirsiniz, okey, tamam. Nə qədər müasirliklər varsa, nə qədər yeniliklər varsa, göstərəcəyimiz çox məsələlər var. Amma toy məsələsilə bağlı mən istəməzdim ki, bizim belə deyək də, yəni ki, ibrətamiz olan məsələlər ki var, deyir ki, ay kaş ondan biz də Bəli, olardı. bəli. Mən sizə əminliklə deyərəm ki, Ən bizim gözəl toyumuza bizim bütün dünya həsr aparır. Həqiqətən elədir. Yəni bizdə onun aparıcısıdır, müğənnisidir və gəlin olan bütün mövzular məsələsi. Geyimlərimiz, Biz hazırlaşmamız. bu birisi Avropada cehizlik anlayışı yoxdur. Avropada qaynana məsələsi yoxdur. Yəni bizim toyla bağlı spesifik toxuna bilib də uzun müzakirə edəcəyimiz çox məsələmiz var. Amma Həqiqət. dediyim kimi ən maraqlı biz burada yaşayırıq deyə biz bu işi görürük deyə demirik. Bütün hər kəsi sadəcə olaraq normal olaraq müasir dövrdür. Araşdırma aparılsa görürlər ki, Azərbaycan toyu deyəndə əlbəttə bu toy milli sənədlərinin həm yaşadır, həm doğrudan da deyir iki ailənin Bir-birinə- birlikdə olan o deyir bir bağını ifadə edir. Bəli. Düşünürəm ki,
bizim ailə dəyərlərimizdən, milli adət-ənənələrimizdən yoxdur. Nə gözəl, həqiqət. Bu hələ bir başlanğıcdır, Bəli, düzdürmü bəli, Elxan bəy? İnşallah sizin uğurlarınız Təşəkkür edirəm. mənə çox xoş olardı. Sizinlə növbəti öz studiyamızda daha geniş podkast çəkmək, bir gün bir zaman ayıraraq daha geniş podkast çəkərik. Çox gözəl mövzular var həqiqətən. Zamanın uyğun olduğu hər zaman biz cəmiyyətə faydalı ola biləcək istənilən mövzuda maarifləndirici Təşəkkür məsələlərdə edirəm. hər zaman sizlərin dəstəyi ilə Çox sağ olun. yanınızda olmaqdan Çox sağ olun. minnətdaram. Mən sizə çox minnətdaram. Çox təşəkkür Bol-bol edirəm. uğurlarınız olsun. Çox gözəl bir sərgidir. Hər şey mükəmməldir. Biz bugün Nazirə xanımla da onu danışdıq ki, bugünkü sərgi mükəmməldir. Zaten sizdən və gələn qonaqlardan tək bu kəlməni eşitmək, inanın, bizim üçün dünyalara bədəldir. Nə gözəl. Çünki öz vətəndaşımızdan, bu adət-ənənənin içində böyüyən bir adamdan, yenə öz vətəndaşının bu formatda gördüyü bir işə verdiyi bu reaksiya bizim üçün hər şeydir. Bəli, xaricdən istənilən bir adam üçün burada hər şey wow-dur. Amma biz, siz, hər kəs, biz zaten bunu görürük. Bəli. Bunu görə əgər bizim gördüyümüz işdə bir mükəmməlliyətçilik, bir düşüncəlilik, hər bir xırda detal məsələsi nəzərə alınıbsa və bu siz tərəfdən dəyərləndirilirsə, yəni biz bu mövzudan ancaq minnətdar ola bilərik. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Minnətdaram. Sağ olun. Çox sağ olun, var olasınız. Bugünkü podkastımızın sonuna gəldik. Bizi izlədiyiniz üçün təşəkkür edirəm sizlərə.